Peyğəmbərimizin sahabələri istəsəydilər, elə həmin o Peyğəmbərin özü vəfat eləyib, qəbri də özlərinin yanında idi. Elə gedib qəbrin üstünə deyirdilər ki, ey Allahımız, bu Peyğəmbərin sevdiyin bir insanın vasitəsilə səndən istəyirik. Amma onların heç biri bunu eləməyibdir. Və Peyğəmbərimiz də onlara heç bir zaman bunu tövsiyə eləməyibdir. Əksinə, bunun əksini tövsiyə eləyibdir. Yəni, belə bir şeylərə heç bir zaman icazə verilməyib. Yəni, icazə verilməyibsə, biz necə eləyə bilərik bunları? Biz necə piralına gətirə bilərik? Amma əfsuslar olsun ki, bu günlərin bu məsələləri əsas götürüb vəsiləni başqa mənada işlədən insanlar gedib deyək ki, hansısa qonşu ölkələrdəki, hansısa deyək ki, ziyarətgahı, Peyğəmbər deyək ki, nəvəsi olmuş şəxsləri ziyarət adı ilə gedirlər, onların vasitəsilə istəyirlər. Bu isə Allah qorusun, insana şirkə aparan səbəblərdir. Yəni, bu doğru olmayan məsələlərdir. Yəni, Peyğəmbərimizin sağlığında bilirik ki, 3 oğlu ölmüşdür. 3 qızı vəfat eləmişdi, xanımları vəfat eləmişdi, əmləri vəfat eləmişdi, yaxınındakı sahabələri vəfat eləmişdi. Peyğəmbərin sağlığında Peyğəmbər gedib onların vasitəsini Allahdan istəyibmi? Və yaxud da Peyğəmbərin özü qalsın bir kənara. Onların övladları gedib və yaxud da yaxınları gedib onların vasitəsini Allahdan istəyiblərmi? Xeyr, heç bir zaman yoxdur və Quran-ı Kərimin də heç bir ayəsində bununla bağlı bir ayəyə rast gələ bilməzsiniz. Yəni, bu yoxdursa, bəs biz necə gedib hər hansısa bir pirdən, ocaqdan, seyidlərdən, onların vasitəsilə nəsə istəyə bilərik? Yəni, bu demək ki, bizim elədiklərimiz, əfsuslar olsun ki, özümüzü müsəlman adlandırmağımıza baxmayaraq, İslama zidd olan anlayışlardır. Biz bunu həyata keçirməklə onu göstərmiş oluruq ki, bizim sadəcə olaraq adımız müsəlmandır. Əməllərimiz isə İslama zidd olan, əfsuslar olsun ki, müəyyən davranışlarla, fikirlərlə, icraatlarla doludur. Bunlardan uzaqlaşmaq lazımdır.